Qardaşım, bu ev özü danışır. Mənim danışmağıma ehtiyac yoxdur. 2 mərtəbəli, 4 sotun içində bir dənə evlə gəlmişəm sizin qarşınıza. Evimizin tikintisinə söhbət yoxdur. Mərtəbələr arası monolit beton inşa olunub. 240 kvadratdır. Azad bu dəqiqə çəkir haranı? Qeybətgahımızı. Yəni söhbətgahımızı. Rus dilində desək, bisetkamızı. Bisetkanın içində su bulağı, stolu hamısı alınıb. Bisetkanın qarşısında görürsünüz burada yaşıllıq zolağı salınıb. Həyətində gülü, çiçəyi, hər bir şey vardı. Əziz izləyicilərimiz, bu evi almağı tələsin. Həyətin bir də çək, kalitka qapısı, pultla idarə olunan darvazası, Caviddəki canlı yayımdadır. Bu evimizi izləyicilərimizə canlı göstərir. Həyətində sanitar qovşağı. Evimizin sol və sağ tərəfindən arxasına keçidi. Belə deyək, yerləncək. Loru dildə desək, yerləncəyimiz həyətində. Kombisi, hamam aksesuarlar, hamısı hazırdır. Həyətindəki sanitar qovşağı da göstərmirik içini. Yəni, tam təmirlidir ev. Evin də içi elə təmir olunub ki, əziz izləyicilərimiz, möhtəşəm təmirdir. Belə deyək, möhtəşəm təmir. Həyətində Azad qardaşımız bir də çəkir göstərir. Evimizin qarşısında yerləşən eyvanıdır. Eyvanın da genişliyini özünüz gördünüz. Daxil olaraq evin içində otaqlarla da sizi tanış edəyik inşallah. Bura evimizin dəhlizidir. Birinci mərtəbənin dəhlizi, hamam otaqları və əziz izləyicilərimiz, mətbəximiz isti döşəmədir. Azad bir dənə mətbəxini göstərsin. Bəh. Görürsünüz? Genişliyini görürsən, qardaşım. Həqiqətən söhbət yoxdur. Xanımların ən sevimli otağı idi. Bura bizim qonaq otağımızdır. Qonaq otağının genişliyini bir dənə çək, qardaşım. Lüstrumuzu çək, çılçırağımızı. Kombisi, kamera sistemi, hər bir şeyi bu evdə quraşdırılıb. Sənədimiz də ki, həm evə, həm torpağa kupsadır. Kameradan da göstərir. Cavid orada telefonla qurdalar, yəni o işlər. Bu da bizim bir yataq otağımızdır, birinci mərtəbədə. Qardaşım, bu ev. Həqiqətən dosta qardaşı qismət olsa evdir. Özün üçün necə inşa edirsən? Bu ev hələ özü üçün inşa olunan evdir. Ev haqqında çox şey danışmaq olar, amma gözlə gəl görməyə. Bəli. Bu bizim hamam otağımızdır. Aksesuarlarımız quraşdırılıb. Kabinamız, isti döşəmədir hamam otağımız. Bahalıdır yəni. Hamısı keyfiyyətli materiallardan istifadə olunur. Bu da ki, sanitar qovşağımızdır. Ayrı-ayrıdır. Görürsünüz, birinci mərtəbədə ayrı-ayrıdır. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbənin otaqlarıyla da sizi tanış edəyik. Getdik Azad, qalx. Deməli, əziz izləyicilərimiz, qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbənin dəhlizini göstəririk sizə. Bura bizim bir yataq otağımızı, 4 dənə də yataq otağı buradadır. Hər otağın da özünə məxsus, yəni kondisioner şunuru atılıb, bütün otaqların hamısına qoya bilərsiniz. Bu da ikinci yataq otağımızdır, ikinci mərtəbədə yerləşən. Ümumi 6 otaq, 1 mətbəx, 2 hamam otağı evin içində, bir də həyətdədir. Bu evimizin ikinci mərtəbəsində yerləşən 3-cü otağıdır. Bu da sonuncu otağımızdır, 6-cı otağımızdır, ikinci mərtəbədə yerləşən 4-cü otağımız. Otaqlarımızın genişliyidir, göz qabağındadır. İstifadə olunan materiallar hamısı keyfiyyətli materiallardır, əziz izləyicilərimiz. Bir də hamam otağını çək. İsti döşəmədir. Bax. Hamam otağını çək. Aksesuarlarımız hamısı qoyulub, hamısı da bahalı. Moydadırı, zaten hamısı bahalıdır. Mərtəbələr arası monolitdir, əziz izləyicilərimiz. Tikintisinə söhbət yoxdur. Hər mərtəbənin öz avtomatları var. Otaqların, kondisionerin hamısı ayrı-ayrıdır. Eyvanına çıxar, qardaş. Bəli, gəldik, çatdıq sona. Evimiz yerləşir Zabrat dairəsinə az məsafədə. 4 sotun içində, 4 sotdan artıqdır, yəni 5 sota yaxındır torpaq sahəmiz. Evin və torpağın kupsası iləndir. Bütün görülən işləri çalışdıq ki, yəni dəqiqliyi ilə göstərək. 230 min manat start qiymətimizdür, əziz izləyicilərimiz. Start, yəni endirim olunacaq qiymətdə. Videonu bəyənib səhifəmizə də abunə olmağı unutmayın. Bugünə bu qədər. Çox sağ olun, minnətdarım.